fiasko fəaliyyətləri insanlarda görə bilərik və necə onlara həsəd apara bilər. Kiminsə yaxşı dediyi ailəsi varsa ona baxarıq və deyə bilərik ki, bizim niyə belə bir ailəmiz yoxdur, biz bunun həsədini apara bilərik və yaxud kiminsə yaxşı bir məhəbbəti ola bilər, biz ona paxıllıq edə bilərik ki, niyə bizdə belə bir şey yoxdur. Yəni biz onu görürük nəticə olaraq və onun bizdə olmadığını başa düşürük və ona bir növ paxıllıq edirik, həsəd aparır. Amma kitab oxuyan adama baxıb ona həsəd aparmaq biraz qəliz məsələdir. Çünki sən kitab oxuyan adamı başa düşmək üçün yalnız kitabı oxumalısan. Yəni kitab oxuyan adama həsəd aparmaq biraz qəliz məsələdir. Yəni ətrafımızda da bəzi insanlar kim ki çox kitab oxuyur, belə çox tez qəbul olunur və yaxud hamı tərəfindən bir mənalı şəkildə sevilir deyə bilmirik. Çünki o insanların nə oxuduğunu və öz başlarında yaratdığı dünyanın əksini real həyatda görmədiyimiz üçün həmin adamlara qarşı biz səmimi mövqedə dayana bilmirik. Yəni deyə bilmirik ki, kaş biz də belə kitab oxuyardıq. Çünki onun o kitabları oxuyub nələr yaşadığını, hansı dünyanın içində öz varlığını davam etdirdiyini görə bilmirik. Ona görə birbaşa kitab oxumağın özü lazımdır ki, sən kitab oxuyanın nə yaşadığını və yaxud kitab yazanın nə hiss elədiyini başa düşə biləsən. Yəni qısacası kitab oxumadan kitab oxuyanın halını anlamaq biraz qəliz məsələdir. Bizim mövzumuz belədir ki, dünyanı dəyişən kitablar əvvəlcə anxronizm olmasın, ardıcıl getməyə çalışacağam. Mən burada bir neçə kitab qeyd eləmişəm. Öz siyahımı da yekunda bir deyəcəm və hər kəsdən də əgər kimdəsə belə bir siyahı varsa 5, 4, 3 ya bir kitab ola bilər ki, ondan da mütləq soruşacağam. Çünki mənə maraqlıdır ki, bizdən eyni dövrdə yaşayan insanlar üçün dünyanı dəyişdirən kitablar hansılardır. Mən birinci başlayacağım. Dünya ədəbiyyatının demək olar ki, ən əhəmiyyətli kitabı bir mənalı şəkildə deyirəm, ən əhəmiyyətli kitabı. Çünki yəqin ki, mənlə razılaşan insanların sayı çoxdur. Bu Cervantes'in Don Quixote romanıdır. Niyə görə biz onu ən əhəmiyyətli kitabı hesab edirik? Milan Kundera'ya istinad edir. Kundera deyir ki, yeni dövrün fəlsəfədə başlanğıcı Descartes-nandır. Ədəbiyyatda başlanğıcı Cervantes'dən. Ona görə ki, Descartes təzədən bir də mövcudluq sualını aktuallaşdırır. İnsan mövcudluğunun cavabını axtarmağa çalışır. Və bu bir növ klassik dəyərlərə geri dönüşdür. Ədəbiyyatda isə bizim üçün Don Quixote yaxud Cervantes ona görə mənalıdır ki, ilk dəfə özünə qədər olan bütün cəngavərlik romanlarını ələ salır. Yəni bizə izah eləməyə çalışır ki, əsl romanın hansı olduğunu təyin etmək qəliz məsələdir. Yəni bizə heç kim standart qəliz formada deyə bilməz ki, bu romandır, bu roman deyil və yaxud əsl roman necə yazılmalıdır. Öz dövrün cəngavərlik romanları bir mənalı şəkildə əsas obrazın tərənnümüdür. Onun insanlara necə yaşamaq istədiyi haqqında belə deyək, verdiyi bir manifest. Amma təbii ki, bu belə olmur. Çünki hər dövrün öz reallığı var və dövrlər dəyişdikcə roman qəhrəmanları da, roman yazılma üslubları da dəyişir. Belə demək lazım ki, Azərbaycan ədəbiyyatının Don Quixote-la tanışlığı biraz gecikib. Çünki bu yaxınlara qədər bir düşünürdük ki, Don Quixote-un yeganə nəşri elə o masanın üstündə olan nəşrdir. Ancaq sonradan bizə bir sir agah oldu ki, biz əslində Don Quixote-un əsl versiyasını bu yaxınlarda görmüşük. Yəni qanun nəşriyyatının dərdə çap elədiyi daha qalın formada. Ona qədərsə mənim özümdə də o var idi. Mən elə düşünürdüm ki, əsl Don Quixote elə cəmi bu qalınlıqdadır. Dövlət kitabxanalarında olan versiya da aşağı yuxarı bu formada. Yalnız yenidən artıq kimin təşəbbüsüdürsə o qanun nəşriyyatının da bu kitabın tam versiyasını çap elədi və biz ilk dəfə Don Quixote-un Cervantes'in daha doğrusu bu monumental əsərini oxuduq. İndi Don Quixote haqqında danışarkən yaxşı olar ki, Cervantes'in özü haqqında da məlumat verir. Çünki Cervantes də nümunəvi bir həyat yaşayıb, bir yazıçı üçün nümunəvi həyat yaşayıb. O Osmanlı İmperiyası ilə döyüşlərə gedib, orada yaralanıb, sol qolunun səhv eləmirəmsə fəaliyyətini itirməsinə səbəb olan bir döyüşdə iştirak edib. Ardınca Əlcəzairli paşalardan birinə satılıb, 5 il qul kimi fəaliyyət göstərib. Daha sonra onu xristian missionerlər pul qarşılığında azad edəndən sonra yenidən öz ölkəsinə qayıdıb və orada artıq başlayıb bir vergi yığan kimi çalışmağa. Daha sonra indi bilmirəm, Sovet Ensiklopediyasının iddiasına görə qurama ittihamlarla həbs olunub vergi yığımındakı qanunsuzluğuna görə, amma bəzi insanlar onu birbaşa doğrudan qanunsuzluğu elədiyini qeyd edirlər. Yəni müasir nəşrlərdə qanunsuz işlərlə məşğul olduğunu deyirlər. Daha sonra həbsdə uzun müddət həbsdə qalandan sonra Don Quixote əsərini yazıb və Don Quixote-u maraqlı eləyən müasir oxucu üçün də, ədəbiyyatşünas üçün də, hətta deyərdim ki, qeyri-peşəkar oxucu üçün də maraqlı eləyən məsələ bundadır ki, Don Quixote hamı üçündür. Yəni onu ədəbiyyatşünas oxuyur, oradan roman tənqidini tapır.
intellektual oxucu oxuyur, orada romanın necə yazılması haqqında özü üçün ipuçları tapır, tipslər tapır. Yaxud qeyri-peşəkar oxucu isə orada yaxşı bir insan macərası görür. Yəni və bu elə bir əsərdir ki, mən birazdan bu siyahını verəcəm sizə. Kiməsə maraqlısı özü üçün qeyd edir bunları. Bəzən romanlardan terminlər əmələ gəlir. Məsələn, Don Kixotluq termini əmələ gəlib o əsərdən. Bu nədir? Yəni saf bir insanın dünyanı düzəltmək uğrunda mübarizəsi və yekunda bir mənalı şəkildə məğlub olması. Bu dünya ədəbiyyatında sonda məğlub olan və belə deyək, saf obrazları həmçinin bayronik obrazlar da adlandırırlar. İngilis müəllif Byron adı ilə də bağlıdır. Mən yadıma düşdükcə bir belə siyahalar verəcəm. Kiməsə maraqlısı öz üçün qeyd eləyər bunları. Don Kixot da yəni bir mənalı şəkildə ədəbiyyata istinadən həyatda yaxşılıq uğrunda mübarizə aparan, ancaq heç vaxt məntiqi qələbiyə, məntiqi sonluğa çata bilməyən insanları təsvir eləmək üçün istifadə olunan ifadədir. Biz orada ilk dəfə hətta görürük ki, qəhrəman ideallaşdırılmır. Yəni biz özümüzü Don Kixotun yerinə qoymaq istəmirik romanı oxuyarsan. Çünki gülünc vəziyyətə düşür və heç kim gülünc vəziyyətdə olmaq istəmir. Bundan başqa ardıcıllıqla getsək, mən istəyərəm ki, Lessing adında Almaniyalı müəllif var. Onun da maraqlı bir əsəri var. Bu əsərin adı Miss Sara Sampsondur. Amma bu əsərə qədər biz, yəni son dövrlər əslində intellektdə, biliyə, belə biganə münasibət var. Çünki zəka əsrindən üzübəri, yəni maarifçilikdən üzübəri biz düşünürdük ki, dünyada yalnız yaxşı şeylər baş verir. Çünki insanoğlu düşünür, öyrənir, universitetlər açır, təhsil alır, filosoflar yaradır, yazıçılar yaradır, Nobel mükafatı təsis edir və s. Amma bunun qarşılığında 20-ci əsrdə ardıcıl dünya müharibələri baş verir və biz görürük ki, intellekt, bilik, maarif heç də yaxşıya gətirib çıxartmır. Ancaq bu Lessingin əsərində biz maarifçiliyin məntiqi nəticəsini görürük ki, burjua tragediyası yaranır bu Miss Sara Sampson əsərində və ilk dəfə biz əsərdə adi insanın, gündəlik həyatda rastlaşdığımız insanın baş obraz olmasını görürük. Yəni bu maarifçilik ədəbiyyatının bu yeni dövrə qazandırdığı bir həm termindir, burjua tragediyası, həm də yeganə öz dövrü üçün yeganə obrazdır ki, ilk dəfə adi bir insan baş obraza çevrilir. Yəni bu vaxta qədər biz nəyi görürük? Baş obrazlar, istəyir rəsm əsərlərində olsun, istəyir ədəbiyyatda olsun, istəyir kinoda olsun, qədim Yunan tamaşalarında olsun, bir mənalı şəkildə bizə zənginlərin həyatını, varlıların həyatını nümunəvi kimi göstərirlər ki, biz onların həyatına baxaq, həsəd aparaq, onlar kimi olmaq istəyək və yaxud onları başa düşək. Bax, bu roman, bu əsəri də qeyd eləmək olar ki, özündən sonra dünyanı dəyişib, ən adına ədəbiyyat nöqteyi nəzərdən çox ciddi izlər, təsirlər buraxmış romandır. Daha sonra bir də belə bir, deyək ki, deyə bilərəm ki, bura hazırlaşarkən Miss Sara Sampson sonra tamaşaya qoyulur, elə yazıldığı 1770-ci ildə. Və tamaşaya qoyulandan sonra ilk dəfə də, yəni tamaşa buna qədər həmişə nəyə xidmət edirdi? Xalqa öyrətməyə. Yəni tamaşalar vasitəsilə insanlara göstərməyə çalışırlar ki, bax, hökmdarlar bu cür yaşayırlar, siz də onlar kimi yaşamalısınız, onlara tabi olmalısınız. Amma ilk dəfə bu tamaşada insanlara ağıl öyrətmədilər, insanlara onların faciələri haqqında, onların gündəlik həyat haqqında göstərdilər. Yəni teatrın istiqaməti dəyişdirilmiş sayəsində. Əslində yaxşı bir şey deyildin, mənim ağlıma düşdü, qoy bunu da deyim. Deməli, bu yaxınlarda mən maraqlı bir məqalə oxudum, təzədən bu fikir bir də öz aktuallığına qayıtdı. Brechtin teatr nəzəriyyəsi var, dialektik teatr adlanır da bu. Brecht deyir ki, o dövrə qədər bütün sənət əsərləri, başlıca da teatr insanlara bunu öyrətməyə çalışırdı ki, hər hansısa bir ekran işinə baxanda biz orada bir aydınlanma yaşamalıyıq. Yəni hardasa eyniləşmə yaşamalıyıq. Özümüzü baş verən hadisə ilə, o şəraitlə eyniləşdirməliyik. Halbuki Brechtdən üzbəri əsərlərdə, daha doğrusu Brechtian teatrda belə bir mövzu aktual olur ki, sən başa düşməlisən ki, teatrda göstərilən bir sənət əsəridir. O bir yaradıcılıq məhsuludur. Özünü ondan eyniləşdirməməlisən. Yəni bir növ sən başa düşməlisən ki, sən bir kiminsə təxəyyülünə baxırsan. Bu dördüncü divarın sökülməsi mövzusudur. Həmən o Brechtdən formalaşmış ideyadır. Bizə deməyə çalışır ki, səhnələrdə baş verənlərə tamamilə fokuslanmağın insan üçün, yəni tamaşaçı üçün
yaxşıya gətirib çıxaracağını görmürük. Biz orada bir katarsis keçirməməliyik də, katarsisə düşməməliyik. Başa düşməliyik ki, o bir sənət əsəridir. Və müasir kinoda da bunun son vaxtlar, son dövrlərdə gördüyümüz Nuri Bilge Ceylanın filmində var idi. Sonra Quru Otlar Haçsın, bax o filmində o qeyd edir ki, səhnəsində təbii ki, əsas obraz hadisələrin içindən qəfildən çıxır, gedir başqa bir otağa, orada yenidən qrimlənir, güzgüyə baxır, kino davam elədiyi halda. Təzədən bir də qayıdır kinonun çəkilişinə. Özündən də soruşanda ki, bəs burada nə demək istəyirsən? O deyir ki, mən tamaşaçılara izah eləməyə çalışıram ki, sizin gördüyünüz bir sənət nümunəsidir. Bu həyatın tamamilə əksi ola bilməz. Çünki realizmi ədəbiyyatda da, kinoda da, teatrda da, rəsmdə də bir mənalı şəkildə əks elətdirmək mümkün deyil. Çünki reallıq tamam başqa standartdadır. Teatrda da, ədəbiyyatda gördüyün reallıq onun sadəcə olaraq bədililəşmiş əksidir. Eyni ola bilməz, mümkün deyil. Bura hazırlaşarkən məni çox maraqlandıran və sözün həqiqi mənasında dünyanı dəyişdirən kitablardan biri kimi elə birinci yerə qoyacağam mən bu kitabı yəqin ki sonda. Çernyşevskinin Nə etməli adlı bir romanıdır. Niyə görə bu dünyanı dəyişdirən bir kitabdır? Çünki əməli şəkildə bu dünyanı dəyişdirir bu kitab. Niyə görə? Çernyşevskinin bu romanından sonra birazdan haqqında danışacağız. Leninin Nə etməli romanı yaranır və Çernyşevskinin bu romanı isə hər ikisi adı Nə etməlidir. Özündən sonra başqa bir romanın yaranmasına təkan verir. Leninin belə deyək, partiya məsələlərinin həsr olunmuş bir kitabıdır. Burada Çernyşevski də özündən sonra yazılan romanda isə Dostoyevskinin Gizlindən Qeydlər romanının belə deyək, onun parodiyalaşmış forması. İndi gəlin mən Çernyşevskinin Nə etməli haqqında bir-iki məlumat verim. Deməli, Çernyşevski özü Narodnizm hərəkatının yaradıcılarından biridir. Yəni, inqilab yolunun kəndlilər vasitəsilə həyata keçirilməsini təklif edir və bu uğurda demək olar ki, bir ideya qurucusuna çevrilir, bir rəhbərə çevrilir, öz dövrünün filosofuna çevrilir və çarın qəzəbinə tuş gəlir. Çox uzun müddət həbsxanada qalır. Həbs olduğu müddətdə bax elə bu 600 səhifəyə yaxınlıq Çernyşevskinin ən əhəmiyyətli romanı olan Nə etməlini yazır, ortaya qoyur. Və ilk dəfə o romanda Çernyşevski peşəkar inqilabçı obrazını yaradır. Rəhmətov adında bir obrazı yaradır və ardınca özünü ictimai faydalı işi həsr edən Vera Pavlovna adında bir qadın obrazı yaradır və bu hər iki obraz Rus ədəbiyyat tarixinin öz sahələrinə görə avangardlar sayıla bilər. Həm Rəhmətov obrazı, həm Vera obrazı müvafiq olaraq bir qadın və kişinin timsalında da, kişi və qadının timsalında inqilabi həyatı özünü həsr edən insanların bədiləşmiş obrazıdır. Çernyşevskinin bu romanından sonra Dostoyevskinin Gizlindən Qeydlər romanı yazılır və bunların bir-birindən fərqi odur ki, Çernyşevskinin obrazı insanların gələcəyə ümidli olmağa səsləyir. O izah eləməyə çalışır ki, bu çar zülmünü bitirmək üçün bax Rəhmətov obrazlarından olmalıdır. Çünki o romantikləşdirir o obrazı, nümunə kimi çəkir öz dövrünün Rus xalqı üçün, əsas da kəndlilər üçün. Məhz bu bizim protagonistin yolu ilə gedib çarı devirmək mümkün də daha yaxşı bir dünya qurmaq üçün bu obrazın istifadə elədiyi reseptdən faydalanmaq olar. Ancaq onun parodiyasına eləməyə çalışan Dostoyevskidə isə bizim əsas obrazımız Gizlindən Qeydlər romanında görülür. Tamamilə mənfi və həyatdan əlini üzmüş, yəni Rəhmətovun əksi, antagonisti olan bir obrazdır. Və burada Dostoyevskinin də öz dövründəki hadisələr olan münasibətini, harada eşofota getməmiş, getdikdən sonraki Dostoyevskinin hadisələrə münasibətini, inqilabi fəaliyyətə münasibətini görmək olur. Bundan başqa Çernyşevski haqqında maraqlı bir məsələ olur ki, Çernyşevski yaxşı bir dissertasiya işi yazır. Sənətin varlığa estetik münasibəti adında bir dissertasiya işi yazır və dissertasiyanın mahiyyəti aşağı-yuxarı bu olur ki, sənətin tərəfsiz olmaq ideyası tamamilə cəfəngiyatdır. Bütün sənət nümunələri bir mənalı şəkildə tərəflidir. Ya hakim ideologiyanın tərəfindədir, sənət, ədəbiyyat, incəsənətin bütün növləri buna aiddir, yaxud da onun əleyhinədir. Və o, bu dissertasiya işində daha sonraki fikirlərində də, yaradıcılığında da bir mənalı şəkildə onu izah eləməyə çalışır ki, tərəfsiz sənət nümunəsi yaratmaq qeyri-mümkündür. Bütün sənət əsərlərində sinfi xarakter var və o sinfi xarakterə uyğun əsərdən özün üçün bir məna da götürməlisən. Əks halda bu sənin verilən əsərə münasibətinlə ya onun tərəfində olduğuna gəlib çıxaracaq, ya da ki, əksinə olduğuna gətirib çıxaracaq. Deməli, bizim bu Çernyşevskinin
romanının, bu maraqlı faktda deyim ki, kimsə diqqətini çəkər. Elə Çernyişevski də bu romanı Atalar və Oğullardakı nihilist mainstreamin əleyhinə olaraq yazıb. Orada da nihilist obrazlar, həyata baxışları tamam fərqlidir. Yəni nümunəvi deyildi. Gələcək ümidlə baxmırdı. Ona görə Çernyişevskinin romanı bizə gələcək ümidlə baxmağı, nəyisə dəyişmək üçün əməli fəaliyyətə keçməyi məsləhət görür. Daha sonra nə etməli kitabı haqqında məlumat verək. Deməli, nə etməli? Məncə əhəmiyyətli, çapı da zəruri olan kitablardan biridir. Bu romanı, bu kitabı niyə görə mən dünyanı dəyişdirən kitablar siyahısına saldım? Səbəb burasındadır ki, nə etməlidə ilk dəfə Fəhlə Partiyasının necə olması haqqında məlumat var. Ona qədər iqtisadçıların fikirləri bu idi ki, fəhlə sinifi inqilabi şuuru prosesin özündə spontan şəkildə əldə edəcəklər. Yəni hər hansısa bir rəhbərə və yaxud partiyaya ehtiyac yoxdur fəhlə sinifi şuuru mənimsəməsində. Ancaq Leninin əsərində biz görürük ki, fəhlə sinifinə bir mənalı şəkildə avangard bir partiya lazımdır və möhkəm sərhədləri, möhkəm qaydaları olan ideoloji əsaslı bir partiya lazımdır ki, o məntiqi sonluğa, yəni bizim sosialist inqilab dediyimiz inqilaba zəhmətkeş sinifi altında ümumiləşmiş fəhlələri və kəndləri aparıb çıxara bilsin. Bundan başqa Leninin əsərində trade unionist siyasət, Bernsteinçilik və yaxud ümumi dediyimiz iqtisadçılığı tənqidi var və məğz olaraqsa bu əsərdə başlıca olaraq inqilabi nəzəriyyənin əhəmiyyəti vurğulanır. Nədir bu? Maraqlı bir fikirlə dəstəkləyək ki, inqilabi nəzəriyyə olmadan inqilabi hərəkat, inqilabi fəaliyyət olmağı qeyri-mümkün. Yəni, lazımi şəkildə inqilabi nəzəriyyəni mənimsəməyən partiya və yaxud sinif mümkün deyil ki, öz azadlığına gedib çıxa bilsin. Bir də burada ardıcıl olaraq gəl Ulisin haqqında danışaq, Ulis haqqında, Joyce'un Ulis romanı haqqında. Niyə görə bu da mənə görə dünyanı dəyişən romanlar siyahısında? Çünki Joyce'un öz dövründə ilk dəfə olaraq Joyce'un bu romanı həm də mən belə düşünürəm ki, modernist ədəbiyyatın manifestlərindən birisi ayrı. Çünki modernizmin bütün prinsipləri orada özünü bir mənalı şəkildə göstərir. Nədir modernizm? Modernizmi elə postmodernizmdən və klassik ədəbiyyatdan fərqləndirək. Birincisi, başa düşək ki, biz modernist ədəbiyyatdan nə görürük? Klassik ədəbiyyatda, nümunəvi ədəbiyyatda obrazlar bir mənalı şəkildə bizə nəyisə göstərir və nəyisə aşılayır. Yəni bir ideya var və o ideyanı bizə ötürmək istəyir. Ancaq modernist romanlarda belə bir missiya daşımır yazıçılar. Məsələn, elə Joyce'un bir əsərinə baxın, Dublinlər hekayələr toplusuna baxın. O romanı, o hekayələr toplusunu oxuyanda xüsusi bir punkta diqqət eləyə bilmirsən. Hekayələr bir-biri ilə bağlıdır, ancaq o qədər diqqətlə onu oxumalısan ki, o qədər intellektual səviyyədə bir oxucu olmalısan ki, Joyce'un o romanında gedən, hekayələr toplusunda gedən bütün punktları, bütün puzzle yekunda birləşdirib nəyin hara qoyacağını tutmalısan. Əks halda sən bu romandan həzz ala bilməyəsən. Bax, postmodernistlər, modernistləri bu nöqteyi nəzərdən tənqid edirlər ki, onların ədəbiyyatı elitar ədəbiyyatdır, intellektual ədəbiyyatdır. Onu yalnız hazırlıqlı oxucu, müəyyən bilikləri özündə toplamış oxucu, sözün həqiqi mənasında intellektual oxucu modernist ədəbiyyatdan həzz ala bilər. Əks halda sən modernist ədəbiyyatdan həzz ala bilməyəcəksən. Nümunə kimi məsələn, kimsə Prustu oxuya bilər və yaxud Joyce'un Ulis romanını oxuya bilər, amma oradan oxucu zövqü almağa biraz çətin olacaq. Ulisin bizdə tərcüməsi yoxdur, amma türkcə Librafda var. Açıb vərəqləyirsən ki, kitabın adicə yazı qaydasında belə müəyyən pozğunluqlar var. Yəni kitabı hardan, səhifələrin hardan başladığı, sözlərin özünün daim nəyinsə izahın içində görürsən deyə, sən onu, o kitabı alıb oxumamışdan əvvəl mütləq şəkildə birinci növbədə Ulis lüğəti almalısan özün üçün. Orada hansı sözün nə mənada istifadəsi və yaxud ümumiyyətlə bu terminlərin istifadəsinin hansı məhzəbə qulluq elədiyini tapmaq üçün əl kitabı lazım olacaq sən onu oxumaq üçün. Ulis romanında isə o dünyanı dəyişdirən kitab kimi bizim təqdim elədiyimiz kitabda isə maraqlı məqamlar bundan ibarətdir ki, Ulis qalınlığı hardasa 1000 səhifəyə yaxın, 1200 səhifəyə yaxın olan bir kitabdır, amma kitabda hadisələr cəmi bir günə əhatə edir. Cəmi bir gün içində 1000 səhifəlik 1000 səhifədən daha çox
cəryan edən hadisələr əks olunur və sən bunu oxuya bilmirsən də. Yəni sən bir gün içində baş verən hadisələri tam diqqətlə fokuslana bilmirsən. Yəni bu bədii bir nümunə sayılmır. Ona görə özünə qədər ki, ədəbiyyatdan kəskin şəkildə fərqlənir və dünyanın dəyişmiş kitablardan biri hesab olunur. Joyce'un bir dənə də modernist ədəbiyyata gətirdiyi bir termin var. Epifaniya adlanan bir termindir. Onun Dublinlilər hekayələr toplusunun məğzini təşkil edən yeganə ədəbi priyon bax budur. Epifaniya ədəbiyyatda, bədii ədəbiyyatda elə bir haldır ki, oxucu burada, daha doğrusu əsas obraz, protagonist burada hekayənin içində baş verən bir məqamda özü üçün nəyisə aydınlaşdırır. Bu hansısa bir həyat həqiqəti ola bilər, özünün missiyası ola bilər, bu o an baş verən hadisələrin məğzi ola bilər, nəyisə özü üçün aydınlaşdırır. Yəni belə deyək, bir növ nurlanma yaşayır hardasa. Və bu modernist ədəbiyyatın monumental kitabı, hətta deyək manifesto olan Ulis romanı özündən sonra az qala bütün modernist ədəbiyyatın keçə bilməyəcəyi bir zirvəyə çevrilir və modernist ədəbiyyat artıq demək olar ki, yoxdur modernist ədəbiyyat. Özündən sonraki modernist ədəbiyyatın belə deyək gələcəyini təyin edib və bir mənalı şəkildə ən azından modernist ədəbiyyat üçün dünyanı dəyişdirib. Bir də maraqlı mənim üçün deyərdim ki, məna kəsb edən kitablardan biri Nabokovun Lolita romanıdır. Əgər kimsə oxuyubsa, o nədən bəhs elədiyi haqqında və niyə görə mənalı və polemikaya açıq olduğunu bilir. Əgər kimsə bilmirsə, balaca hadisələrin necə cərəyan etdiyini deyim, amma çox dərin spoiler olmasın. Yəni ən azından sonu necə olacağını deməyim. Hadisədə hardasa bir pedofiliya xətti var, ancaq müəllifin özündən soruşanda ki, biz bu romanı necə oxumalıyıq? Bu nə romanıdır? Bu sözün həqiqi mənasında tərbiyəsiz bir romandır mı? Nabokovun buna cavabı belədir ki, mən bu romanı elə əksinə tərbiyə necə olmalıdır, onu göstərmək üçün yazmışam. Nabokovun özünün dediyinə görə bəlkə bu tərbiyə necə olmalıdır haqqında romandır. Ancaq onun Obskur kamerası adında başqa bir roman var. Orada da eyni ilə yaşı 40-a yaxın olan bir kişi və yaşı 16 mı, 15 mi civarında olan bir qızın münasibətindən söhbət edir. Yəni demək olar ki, bu bəlkə bunu bədiləşdirməyə çalışır və yaxud özü üçün hansısa bir ədəbi priyon kəşf eləməyə çalışır, amma hər bir halda bu pedofiliya xətti bir mənalı şəkildə Nabokovun əsərlərində özünü göstərir. Niyə görə dünyanı dəyişdirən roman hesab olunur? Çünki Lolitanı biz heç bir dünya klasiki ilə bir cərgəyə qoya bilmirik, rus klassiklərindən. Onun ədəbi nəsli budur. Rus klassiklərin heç biri ilə bir cərgəyə qoya bilmirik, amma bunun qarşılığında yenə də Nabokovu biz Lolita romanı ilə bütün rus ədəbiyyatı siyasını əlavə edə bilirik. Yəni kənardan kiməsə bu kitabı versək, onu qeyri-ciddi ədəbiyyat kimi qəbul edəcək. Yəni belə deyək, hardasa bir erotik roman kimi xarakterizə edəcək. Amma onu biz hansısa bir intellektual yaxud ədəbiyyatın sirlərini özü üçün faş eləmiş bir ədəbiyyatşünaslar və yaxud tənqidçiyə versə, artıq bu Lolitanı bizim üçün adıyatın şahidlər kimi təklif edəcək və akademik kimi, professor kimi Nabokov öz dövründə sübut olunmuş bir adam olduğuna görə onun bədii gücünü ölçmək yəqin ki, heç kimin ağlına gəlməyib. Bundan başqa, bax, burada mənim ən sevimli romanlarımdan biri olan Gorkinin Ana romanı da var. Dünyanı dəyişdirən, bu da bir mənalı şəkildə əməli formada dünyanı dəyişdirən romanlardan biridir. Yəni bugün hətta belə deyək ki, qəhrəman anası olan və yaxud özünü siyasətə, inqilabçı siyasətə həsr edən anaların, övladların analarına qoyulan bir ad vardı. Yəni bu Pavlova deyilən bir addır. Yəni orada bizim əsas obrazın Pavel Vlasovun anasının adıdır. Xanım Vlasov, yəni hardasa bir inqilabçı həyatı sürən gənc bir insanın valideyni onunla münasibəti yaxşıdırsa, onun anasını bu formada adlandırırlar. Çünki əsəri oxuyanda da görürsən ki, əvvəlcə bizim Pavelin anası övladını bir mənalı şəkildə bu proseslərdən çəkindirməyə çalışır ki, yəni dəyişəsi xüsusi bir şey olmayacaq. Ancaq romanın gedişində o övladının çıxdığı yola hörmət göstərir və hətta ən sonda övladı həbs olunandan sonra belə onun əl yazmalarını, broşurları, posterləri özü ilə bir yerdə paylamağa aparır və sonda ananın özünü də həbs edirlər və yalan və yaxud nə qədər doğru olduğuna əmin olmadığım bir
məqamda burada ki, məsələn Lenin Birinci Rus inqilabından sonra Gorki ilə görüşdə onun belə bir romanın yazılmağının zəruri olduğuna inandırmış ki, bəs baş tutmuş bu inqilabı necəsə ədəbiyyata gətirmək lazımdır, bədiləşdirmək lazımdır və Gorkidə 1905-ci il hadisələrinə, Birinci Rus inqilabına həsr olunmuş ana romanını ortaya qoyur. Gorki ümumiyyətlə yaradıcılığında inqilabi mövzular bir mənalı şəkildə ardıcıldır. Onun yaxşı bir bioqrafik 3 hissədən ibarət romanları var. Biri Mənim universitetlərimdir, Uşaqlığım və Özgə qapılardır. Bunlar hər biri bizim dildə tərcümə olunub. Təəssüf ki, yalnız ana latın qrafikasında var, digərləri də Kiril qrafikasında var. Türkçə əldə etmək mümkündür. Bu əsərləri oxuyanda, bu romanları oxuyanda da Gorkinin inqilabi fəaliyyəti hansı? Uşaqlığım var, hə. Bir dənə uşaqlığım latın qrafikasında var, amma təəssüf ki, o digər iki kitabı yoxdur. Onların içində məncə ən maraqlısı elə Mənim universitetlərim romanıdır ki, orada tamamilə inqilabda baş verən hadisələri göstərir, Gorkinin öz həyatını göstərir, hansı şəraitdə o inqilabla tanış olur, bolşeviklərlə tanış olur, kommunistlərlə ünsiyyətdə olur. Bunları göstərdiyinə görə də bu ana romanı da əməli şəkildə dünyanı dəyişdirən kitabları siyasına qeyd eləmək olur. Əslində biz indi bu vaxta qədər böldük, nəzəri formada dünyanı dəyişdirən və əməli formada dünyanı dəyişdirən kitablar siyasi var. Nəzəri formada dünyanı dəyişdirən kitablar dediyimiz kimi ideya baxımından buyur. İşte ana roman haqqında ən vacib məsələ nədir? Ana qəhrəman, yəni həmin o Pelagiya Nilovna adi bir meşan insandır. Yəni sənə qeyd etdiyim kimi övladı istəmir siyasətə qoşulsun, yəni çağırıqlardan kimi. Və hər cür onu çəkindirməyə çalışır, amma sonra oğlunun bu proseslərə cəlb olunmasından sonra başa düşür ki, onun vaziyətinə dərəcədə haqlıdır. Yəni sən kənarda qalanda o proseslərdən, o demək deyil ki, proseslər sənə təsir eləmir. Yəni siyasət hər kəsin evinə qədər, yediyi yeməyə qədər təsir göstərir və ona görə də özü artıq məcbur qalır bu proseslərə müdaxilə eləməyə. Yəni bir növ onun siyasi şüuru yaranır və sinfi şüuru yaranır. Yəni bu bizim dövrdən çox səsləşir. İndi hər kəs deyir ki, siyasətə qarışmasın, yəni ondan kənara çəkilsin, amma bu mümkün deyil və ana romanı bunu çox yaxşı göstərir. Eynən. Yəni sonda o özü də həbs olunanda bunu könüllü şəkildə qəbul edir. Yəni əlindəki son posterləri belə vaqondan atır kənara ki, artıq nə qədər insan bu posterləri görəcəksə görsün. Nəzəri şəkildə dünyanı dəyişdirən kitabların siyasında Toron'un Vətəndaş İtaətsizliyi adında balaca bir dənə məqaləsi də var. Burada olmalıdır. Kitabı kimisə maraqlı olsa baxa bilər. 3 dənə əsər var onun içində. Toron'un Vətəndaş İtaətsizliyinin maraqlı tarixçəsi var. Toron deməli bir səbəbdən həbs olunur. Səbəb nədir? Toron vergi borcunu ödəmir, bir günlük vergi borcunu ödəmir. Buna görə Toronu həbs edəndə artıq buna vergi borcunu ödəməyi tələb edəndə Toro vətəndaş itaətsizliyi nümunəsi göstərir və deyir ki, mən borcumu ödəmirəm. Və başlayırlar onu həbs eləməyə. Sadəcə xoşbəxtlikdən o bir gün həbsdə qalır, çünki qohumlarından biri səhv eləmirəmsə, yaxın qohumlarından biri onun vergi borcunu ödəyir və Toro artıq azadlığa çıxır və başa düşür ki, vətəndaş itaətsizliyi göstərsə, kütləvi şəkildə bu baş verdi. Nələrisə dəyişdirmək mümkündür. Toronun tarixçəsində bir dənə də maraqlı fakt buradadır ki, Toro özü bir növ təbiətlə birgə transendentalist bir ədəbi, individualist bir ədəbiyyat nümunəsi yaratdığına görə təbiətin harmoniyada yaşamağın tərəfdarıdır. Ondan sonra müasir ədəbiyyatda Toronun davamçılarını, mən onun davamçısı hesab edirəm. Bunu Ted Kaczynski adında bir dənə müəllif də var. O da həyatı, şəhər həyatından daha çox təbiətdə, meşədə yaşamağa üstünlük verən bir adamdır. Amma o meşədə olduğu halda belə yenidən buldozerlərin, təbiəti dağıdan insani maşınların əhatəsinə gəlir düşür və başa düşür ki, bu insanlardan qaçış qeyri-mümkündür və öz metodu ilə onlarla mübarizə aparmağa çalışır. Bir də həmən bu Toronun da, Kaczynskinin də fikir atası Ralph Emerson adında bir transendentalist müəllifdir. Ralph Emerson'ın özünə inam adında bir məqaləsi var. Həmən kitabda da Ralph Emerson'ın o məqaləsini oxumaq olar. Bunlar da bu ideyanın da əsas xətti budur ki, insan öz şəxsinə inanaraq, öz fərdiyyətinə inanaraq, öz həqiqətini taparaq yaşaya bilər. Yəni transendentalistlər heç kimə nəyisə öyrətmir. Çünki bu fərdin fikrinə müdaxilə olacağına görə bu onların öz ideyasının tapdalanmağına gətirib çıxır. Ondan görə transendentalistlər heç kimin necə yaşayacağına qərar vermir. Sonuncu
əsər isə oxuduğum sonuncu romandır və mənə yaxşı bir terminoloji ifadə də xatırlatdı. Mirzə Bartleby adında bir kitabdır. Herman Melville'in kiçik bir əsəridir, hekayəsidir demək olar. Bir də kitab kimi çap olunub, nə yazıbsa. Demək, burada Bartleby'nin ədəbi termin kimi qarşılığı budur ki, yazmağı dayandıran yazıçılar Mirzə Bartleby sindromuna tutulmuş müəlliflərdir. Mesela bunun nümunəsi Selinger'də görə bilərik ki, Selinger yazır, əməli olaraq yazır, amma çap olunmur. Çap olunmağı dayandıran müəlliflər, yəni belə deyək, böyük oxucu kütləsi üçün çap olunmağı dayandıran, yazmağı dayandıran müəlliflər də Bartleby sindromu, ədəbi Bartleby sindromu formalaşır. Əsərdə isə ana xətt budur ki, öz iş yerini itirmiş bir adam, həyatda belə deyək, məğlub olmuş bir adam təzə iş yerinə gəlir və o da Toros ayağı artıq yeni iş yerinə adaptasiya olmağa çətinlik çəkir. Verilən bütün işlərdən bir mənalı şəkildə boyun qaçırır, yalnız onun məsuliyyətində olan işləri yerinə yetirir. Yəni məsələn, müdir ona deyir ki, sən gəl bir də kömək elə, bu sənədin üzünü bir yerdə köçürək. O deyir ki, dayanmadan bu sözü təkrar edir ki, yaxşı olar ki, bunu mən yerinə yetirməyim. Onu çağırırlar ki, sən zəhmət olmasa bu gün bizə nahar yeməyini almağa gedə bilərsən. O yenə də deyir ki, yaxşı olar ki, bu işi mən yerinə yetirməyim. Hər şeyi, tapşırılan bütün işləri yerinə yetirmir, yalnız onun məsuliyyətində olan işləri yerinə yetirir. Burada yaxşı ilkin kapitalist tənqidi də görə bilərik ki, insan öz çalışdığı iş yerinə yadlaşmaya başlayır. Öz iş yerində öz işindən birbaşa həzz ala bilmədiyinə görə ona tapşırılan digər işləri də yox sayır, onlardan imtina edir. Bu arada Melville'in daha maraqlı bir romanında onun Ağ Balina romanıdır. Bizim dildə var, klassiklər seriyasında çap olunub, qəşəng tərcümə olunub, yaxşı izlənmiş romandır. Onda oxumaq faydalı olar. İndi kimsə yekun siyahını istəyirsə, mən bilirəm ki, belə şeylər maraqlıdır bu siyahılar. Ona görə mənə görə dünyanı dəyişən kitablar siyahısı hər hansısa bir ardıcıllıq gözlənilmədən Toronun Vətəndaş İtaatsizliyi əsəridir. Leninin Nə etməli kitabıdır. Çernyşevskinin Nə etməli romanıdır. Cervantes'in Don Quixote romanıdır. Lessing'in Miss Sarah Samson piyesidir. Joyce'un Ulyss romanıdır. Və nəhayət Nabokovun Lolitasıdır. Gorki'nin Ana, Melville'in Mirzə Bartleby. Bir də bütün bunlardan əlavə dünyanı bir də heç vaxt əvvəlki formasına qayıtmayacaq şəkildə tamamilə yerli dibli dəyişilən bir dənə dahiyənə bir əsərdir. Bu da Marx və Engels'in Partiya Manifesti əsəridir ki, dünya artıq o əsər çap olunandan sonra tamamilə sinfi şuuru kitablar vasitəsilə dərk oluna biləcək formaya salır.